Hər birinizi salamlayıram dostlar. İmmunitetim çox güclüdür mövzusunun ikinci hissəsi ilə sizin qarşınızdayım. Yəqin ki, aranızda elə şəxslər vardır ki, mütləq bu kəlməni işlədirlər. Yanımda xəstə olmasına baxmayaraq, əgər o xəstə öskürsə də, askırsa da, mənimlə üz-üzə durub danışsa da, mənim üçün heç bir fərqi yoxdur, mən xəstələnmirəm. Uzaqbaşı həmin günü başım ağrıyar, bir balaca halsız özümü hiss edirəm, zoğallı çayla və yaxud da digər türkə çarələrdən istifadə etməklə mən sağalıram və nəticədə turp kimi oluram. Yaxşı, buradan belə bir nəticəyə gələ bilərik ki, bu insan güclü immunitetə sahibdir. Təbii ki, burada güclü immunitet demək bir qədər nisbi anlayışdır. Yəni, yoluxucu xəstəliklərdən danışırıqsa, burada yoluxucu xəstəliklərin necə baş verdiyini nəzərə almalıyıq. Birincisi, hər bir insan xəstəliyə yoluxacaqsa, demək ki, o insan o xəstəliyə qarşı həssasdır. Və yaxud da bir yoluxucu xəstəliyin baş verməsi üçün ondan bir xəstədən digərinə keçəcək mikrob sayı da burada iştirak edir. Yəni, keçən dozada bir əhəmiyyət daşıyır. Həmçində burada bildirməli olduğum şey odur ki, yoluxucu xəstəliklərin keçmə formaları fərqlidir. Yəni, yoluxucu xəstəlik tipik ola bilər və atipik ola bilər. Bu nə deməkdir, onu da deyim. Tipik deyəndə, yəni, belə izah edeyim, insan xəstəliyə yoluxur, o mikrob insan orqanizmində yetişmə mərhələsi keçir ki, buna inkubasiya dövrü deyirlər. Ondan sonra ilkin əlamətlər ortaya çıxır, halsızlıq, narahatlıq və yaxud da digər əlamətlər ortaya çıxır. Daha sonra xəstəliyin kəskin variantı, yəni qızğınlaşmış forması ortaya çıxır və sağalmaya doğru gedir ki, bunda da rekonvalesisiya dövrü deyirlər. Yəni bu 4 mərhələni keçir. Bir də var atipik mərhələ ki, bu da nə deməkdir? Yəni normal keçən, yəni tipik keçən variantın bir növ təhrif olunmuş forması baş verir. Buna abortiv, silinmiş, subklinik forma deyirlər ki, həmin anda o insan xəstə ilə təmasda olmasına baxmayaraq, onda keçən əlamətlər çox cüzidir və yaxud da elə bir əlamətlər baş verir ki, heç xəstə onun varlığından belə xəbərdar olmur. Yaxşı, indi burada belə bir sual ortaya çıxır. Xəstə ətraf üçün yoluxucudursa, yəni xəstəliyi keçirə bilsə, digər o insan ki var, hansı ki atipik forma keçir, o insan ətraf üçün təhlükəsizdir, yoxsa yox? Baxın, burada güclü immunitetdən danışmaq düzgün olmaz. Ola bilər ki, o insanın güclü immuniteti var və yaxud da normal immun statusdadır, daha doğru tipi dildə deyək. Lakin o insan o xəstəliyi keçirməməsinə baxmayaraq, mikrobu daşıdığına görə müəyyən bir müddət ətraf üçün də təhlükəli hesab olunur. Yəni, məndə heç bir şey olmur, kimsə askırdı, öskürdü, mənə heç bir şey olmur deməklə həmin şəxs ətrafdakılar üçün təhlükəsiz olmur. Ona görə də mütləq, əgər elə bir şəxs varsa və yaxud da elə bir şəxsin olduğundan xəbərdarsınızsa, mütləq qoruyucu vasitələrdən istifadə etməyimiz lazımdır ki, biz o xəstəliyə tutulmayaq. Çünki biz özümüzü düşünərək, mənim güclü immunitetim var deməklə ətrafdakıları qarantiya altına salmırıq. Çünki hər bir insanın həssaslıq dərəcəsi və onda olan immun status fərqlidir. Zəif ola bilər və o insanı biz yoluxdurmuş ola bilərik. Belə dostlar, hər birinizə can sağlığı və normal immun statusda olmanızı arzu edirəm. Sağ olun.